Bugün sizə su çiçəyi zamanı etdiyiniz səhvlərdən danışmaq istəyirəm. İlk növbədə onu bildirmək istəyirəm ki, su çiçəyi herpes virusu tərəfindən törədilir. Ona görə də su çiçəyi xəstəliyi zamanı səpgilər yarandıqda və yaxud da hərarət olduqda antibiotik verilmir. Çünki antibiotik yalnız bakterial infeksiyalarda təsir göstərir. İlk 24-48 saatda böyüklərə virus əleyhinə asiklovir təyin edirik. Bundan əlavə qeyd edeyim ki, immuniteti aşağı olan insanlarda mütləq virus əleyhinə terapiya aparmaq lazımdır. Lakin xəstəlik 3-4 gün keçibsə, burada artıq virus əleyhinə dərmanı təyin etmirik. Bundan əlavə olaraq isə sizin ən böyük şikayətiniz qaşınmalar olur. Qaşınmalara qarşı isə təbii ki, antihistamin dərmanları qəbul etmək məsləhət görülür. Onu da qeyd edeyim ki, əgər siz dərini daşıyarsınızsa, dırnaqdan infeksiya keçirərsiniz, bu zaman bakterial ağırlaşma ola bilər. Bundan əlavə isə əgər özünüz səpgiləri qopardarsınızsa, ömürlük iz qalır.